Nə qədər biz bu formada mənfi duyğularımızla mübarizə aparırıqsa, mücadilə ediriksə, o mənfi duyğularımız aradan getmir, bəlkə əksinə bəzən güclənməyə başlayır, artmağa başlayır, çoxalmağa başlayır. Buna psixologiyada qısır döngə deyilir, bir dövrə. Yəni sanki bir dairəyə bənzətsək bizim bu gedişatımızı. Yəni biz hər hansı bir nöqtədən ki, mənfi duyğu hesab edirik orada, ondan qaçmağa çalışırıq. Amma qaçaraq yenə gəlib həmin o nöqtədə dayanırıq. Və nə qədər sürətlə həmin nöqtədən qaçmağa çalışsaq da, gəlib qayıtdığımız yer həmin döngə olur. Buna məşhur psixoloqlardan birinin dili ilə desək, Russ Harris'in bir kitabı var, Xoşbəxtlik tələsi. Həmin kitabda bu məsələyə işarə edir. Deyir, bəzən belə olan təqdirdə həllin özü problemin özünə çevrilir. Yəni biz bəzən bir şeyi həll etmək istəyəndə, həll etməyin özü insan üçün bir problemə çevrilir. Necə həllin özü bir problemə çevrilir? Bunun üçün bir gözəl misal vurur Harris öz kitabında. Deyir, təsəvvür elə bəzən insanın bədəni qaşınır. Olur da hər birimiz. Bəzən qaşıntı xırdadır, yüngüldür. İnsan qaşıyır, xoşallanır. O qaşımağının özündən də ləzzət alır və qaşıntı çıxır gedir. Bəzən isə qaşıntı bu cür olmur. Bəzən qaşıntı bizim dərimizdə olan hər hansı bir xəstəlikdən doğur. Artıq onu barmaqla, qaşımaqla o qaşıntı aradan getmir. Əksinə daha da artır, daha da güclənir. Və qaşımağın özü artıq bir problemə çevrilir. Birincidə qaşımaq əgər o problemi aradan aparırdısa, ikincidə hər nə qədər qaşıyırıqsa dərimizi, daha da qaşıntı artır və qaşımağın özü bir problemə çevrilir. Bəzən duyğularımızla belə aşırı dərəcədə mübarizə aparmağın özü həmin duyğuların bizim üçün daha da böyük bir problemə çevirir. Çünki biz elə bir şeyi yox etməyə çalışırıq, elə bir şeyin olmamasını istəyirik ki, ümumiyyətlə onun yox olması və olmaması mümkün deyil. Beləcə insan deyir, xoşbəxtlik tələsinə düşür.